Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd, selamu aleykum və rahmetullahi və barakatuh. Sizə bir video göstərəcəm. O videodan sonra tam yəqin olacaqsınız ki, kəlam əhli Allahın kitabına, Rasulullah sallallahu aleyhi ve sellemin sünnətinə, ümmətin, sələfinin fəhminə müxalif olduqları kimi, uca Allahın insanlarda yaratmış olduğu o tevhid fitrəti ki var, hətta ona belə müxalifdirlər, hətta onu belə bərbad bir hala salıblar. Şəkildə gördüyünüz bu adam kəlam əhlinin məşhur şeyxlərindən biridir. Adı Ənəs Şəfravidir. Öz dərsləri, mühazirələri ilə, əhl-i sünnətə verdiyi rəddiyələri ilə məşhur birisidir və sıradan balaca bir adam deyil. Belə ki, hətta Çeçenistan rəhbərliyi onu Qrozniyə dəvət eləmişdi ki, gəlsin mühüm əşari kitablarından, risalələrindən, etiqad kitablarından dərs keçsin. Zaten biraz sonra sizə göstərəcəyim videoda elə orada keçilən dərslərin birindən alınmış bir alıntıdır. Orada olduğu zaman məşhur əşari etiqad kitablarından dərslər keçmiş. Məsəl üçün, Əris-Salatül Quşeyriyyə, Cəvhəratü Təvhid kitablarından dərs keçmiş. Hətta deyilməsin ki, biz bu videoya müdaxilə etmişik, nəyəsə əskitmişik, nəyəsə azaltmışıq. Bu alıntını, bu əşari şeyxi harda deyib, onun yerini verək. Əris-Salatül Quşeyriyyə kitabını şərh edərkən 6-cı dərs 9-cu dəqiqədən ta 11-12-ci dəqiqələrə kimi olan bu hissədir. İndi isə qulaq asaq, baxaq görək bu əşari şeyxi, baxın görün bu əşari şeyxi necə də Allah subhanahu wa ta'ala yaratdığı, insanları yaratdığı tevhid fitrətinə müxalifdir. هو وحده سبحانه وتعالى. أنا إذا أفعل هذا لا أشير إلى الله، أفعل هكذا مجرد إشارة. هذه الإشارة. Subhanallah. Baxın necə də Allahın insanlarda yaratdığı o fitrətə müxalifdir. Bəllidir ki, bu adam əşaridir, kəlam əhlidir və bunlara görə Allahı xatırladarkən, Allahdan danışarkən səmaya işarə etmək icazəli deyil. Çünki bunlar Allah subhanahu wa ta'ala'nın ucalıqda, ərşin fövqündə olmasını inkar edirlər. Ona görə də bunlara görə danışılan zaman, Allahın adı çəkilən zaman səmaya işarə etmək icazəli deyil. Allah məgər ucalıqdadır ki, hələ bir danışarkən ona da işarə edilsin. Bu Allahın və danışır, fikir verin, danışarkən hər dəfədə Allah subhanahu wa ta'ala'nın adı çəkildikdə səmaya işarə edir. Yəni fitrət qardaşlar elə bir şeydir ki, insan onu sapıq etiqadlarla, necə ki bunda var və bunun mislində olanlarda var, sapıq etiqadlarla, onlardan bir nədir? Kəlam elmi. Fitrəti korlasa da belə, fitrəti xələl gətirsə də belə, fitrət ara sıra insan istəməsə də izhar olur. Necə ki burada izhar oldu. Fikir verin. Allah subhanahu ta'ala adını çəkir, danışır. Xəbəri də olmadan səmaya işarə edir. Çünki bəllidir ki, birindən danışılırsa, işarə edilirsə, işarə ona edilir. Bu, hər bir millətin adətində, ənənəsində olan bir şeydir. Və səmaya işarə edir. Birdən ayılır ki, adam, mən nə edirəm? Axı, mən kəlam əhliyəm. Mən əşəriyəm, insanlar qarşısında durub Allahı xatırladıram və sonra da səmaya işarə eləyəm. Birdən insanlar başa düşər ki, Allah səmada da ayılır, dərhal Allahın həmin bu insanda yaratdığı o fitrətini eləyir, inkar edir. Az qala qarşındakı bu avam təbəqəyə insanlara desin ki, üzürlü hesab eləyin. Unutmuşdum, yadımdan çıxmışdı ki, mən əşəriyəm. Allah subhanahu wa ta'ala, yəni bunlara görə Allahın üluvda olması, Allahın ərşin üzərində olması Allahı cisimləşdirməkdir. Bu da hər bir insanın fitrətində olan bir şeydir, qardaşlar. Hətta balaca uşaq, körpə bir uşaq, yenicə başa düşməyə başlamış, yenicə dil asmağa başlamış uşaqdan soruşduqda ki, Allah hardadır? Səmaya işarə edir. Ona bunu kimsə örgədib, kimsə bunu təlqin edib, onu xeyr. Bu Allahın onda yaratdığı bir fitrətdir. Əgər bu pis bir şeydirsə, Allah subhanahu wa ta'ala bu fitrəti insanlarda niyə yerləşdirir ki? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, doğulan hər bir uşaq fitrət üzrə doğulur. Sonra onun valideynləri onu ya Yahudi, ya Nəsrani, ya da Məcusi eləyir. Yahudilər, Məcusilər, Nəsranilər uşaqlardan fitrətlərini dəyişib, millətdən onlara çıxartdıqları kimi, əhl-i kəlam da bu ümmətin gənclərini, fitrətlərini pozub, onları səlim etiqaddan hara aparırlar? Cəhmi etiqadına aparırlar. Qulaq asaq axar kimi, qardaşlar. الإشارة هكذا اختلف فيها العلماء أنه هل يجوز. Deyir ki, fikir verin. Bu cür işarə etmək səmaya, Allahdan danışarkən səmaya işarə etmək
elm əhli bu barədə ixtilaf edib. Alimlər bu barədə ixtilaf ediblər. Hansı alimlər ixtilaf ediblər? Bu açıq aydın bir yalandır. Bu açıq aydın bir yalandır. Yəni bunun yalanının misli yoxdur belə. Heç bir alim qardaşlar, bu insan kəzzəbdir, yalan danışır. Heç bir nə sələfə gözəl şəkildə tabi olmuş xələf ixtilaf etməyib ki, Allahdan danışdıqda səmaya işarə eləmək olar yoxsa yox. Kim bunu ixtilaf edib? Bir dənə sələf imamın adını çəkin. Bir dənə sələfə gözəl şəkildə tabi olan xələf imamlarının, alimlərinin adını çəkin. Yox, əgər bu insan öz aralarındakı olan ixtilafdan danışırsa, kəlam əhlinin elədiyi ixtilafdan danışırsa, biz bu ixtilafa qatışmırıq və biz bu ixtilafı qəbul etmirik. Məgər biz kəlam əhlinin alimlərini alim sayırıq ki, hələ bir onların ixtilaflarını da etibarlı sayaq, ixtilaflarına qəbul edək. Biz onların ixtilaflarını qəbul etsəydik, onların alimlərini elm əhli salsaydıq, nəyə görə kəlam əhli ilə zaten ixtilaf edirdik? İxtilaf etmək. Ona görə bu açıq aydın yalandır. Bu adam yalan danışır. Bu barədə heç bir elm əhli ixtilaf eləməyib. بعض المحدثين احتج بحديث النبي صلى الله عليه وسلم بأنه أشار إلى السماء عند ذكر الله سبحانه وتعالى. الحافظ ابن حجر العسقلاني في كتابه فتح الباري وهو من أعظم الكتب ولا هجرة بعد الفتح ذكر أن هذه الإشارة وإن فعلها النبي صلى الله عليه وسلم لا يجوز فعلها. Hafiz İbn Həcərin sözünü gətirir. Gördüyünüz kimi tərcümədə görürsünüz. Hafiz İbn Həcər deyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səmaya işarə etsə də belə, lakin bunun edilməsi icazəli deyil. Hədis gördüyünüz kimidir. Hədis Müslimdədir. Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın ona verdiyi risaləti çatdırdığına görə insanlara şahid gətirir. Yəni siz şahid olun ki, mən sizə bunu çatdırdım. Və sonra Allaha da şahid gətirir ki, Allahım şahid ol ki, mən sənin mənə verdiyin risaləti çatdırdım və hər dəfə də Allahum məşhəd deyir 3 dəfə və barmağını səmaya qaldırır. Hafiz İbn Həcər Əsqalani deyib ki, Peyğəmbər bunu etsə də belə bu icazəli deyildir. Qəti şəkildə deyib ki, icazəli deyildir. Birincisi, Hafiz İbn Həcər Əsqalani bunu harada deyib, onu bizə göstər. Biz bunu araşdırdık, tapa bilmədik. Harada deyib Hafiz İbn Həcər bunu? İkincisi, desə belə, Rasulullah sallallahu aleyhi ve sellem bunu etdiyi halda, bu bir sünnə olduğu halda, Hafiz İbn Həcər necə deyə bilər ki, bunu eləmək olmaz? Bu icazəli deyildir. Biz kimə tabi olaq? Hafiz İbn Həcər Əsqalani yoxsa Rasulullah sallallahu aleyhi ve sellemə? Bu məsələnin birinci sərfi, məsələnin ikinci sərfi. Fərz edək ki, Hafiz İbn Həcər Əsqalani bunu deyib. Desə də belə, bunun bizim yanımızda heç bir etibarı yoxdur. Hafiz İbn Həcər Əsqalaniyə hörmətimizlə yanaşı, ehtiramımızla yanaşı biz bunu əsla qəbul etmirik. Xüsusən də ki, o, kəlam əhlindən təsirlənib, kəlam əhli kimi bəzi sifətləri təvil etdiyi halda, təvil yox, təhrif etdiyi halda, heç onun sözünün bir qədir qiyməti yoxdur bizim yanımızda. Rasulullah sallallahu aleyhi ve sellem bunu edib. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu edib. Kiminsə gəldi deməsə ki, Peyğəmbər bunu etsə də belə etmək olmaz, bu söz mərduddur, bizim yanımızda heç bir qiyməti yoxdur, kim olur olsun. Həmin kəs hörmətə layiqsə hörmət edirik. Necə ki, Hafiz İbn Həcər Əsqalani, lakin sözü əsla bizim yanımızda məqbul deyildir. كيف نحن نريد أن نتأسى بالنبي صلى الله عليه وسلم قال لا النبي صلى الله عليه وسلم والمعلم الأول يعلم أن هؤلاء الصحابة يفهمون عليه ويفهمون أن هذه الإشارة للتعظيم. Aha. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem danışarkən əlini səmaya uzadıb. Allahı xatırladığı zaman səmaya uzadıb. Sahabələrin qarşısında. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu adam deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi ki, əlini səmaya uzatmasını sahabələr elə başa düşmürdü ki, yəni Allah səmadadır. Sahabələr bilirdi ki, bu işarə, səmaya bu cür işarə eləmək, Allah adı çəkildikdə, bu tərcümdən ötəridir. Bu ondan ötəri deyil ki, Allah subhanahu wa ta'ala səmadadır. Güya sahabələr belə başa düşürdü. Bu, yəni bunun qarşısında oturan insanları axmaq yerinə qoymaqdan başqa deyil, bir şey deyil. Məgər bunların alimləri, əgər siz onlara verdiyimiz sonuncu rəddiyə baxmışsınızsa, şahidsiniz, bilirsiniz. Məgər bunların alimləri, Peyğəmbər sallallahu aleyhi ve sellem dönəmində yaşayan insanları və Quranın nazil olduğu cəmiyyət ki var idi, onları avam mücəssimə saymırlar ki, məgər Əbu Həmid Əl-Ğazali öz kitabında, İlcəmul Əvam kitabında, məgər demir ki, haqq din budur ki,
Haqq etiqad budur ki, Allah nə aləmin daxilində, nə xaricindədir. Amma Peyğəmbər bunu deyə bilməzdi. Peyğəmbər bunu desəydi, insanlar onu ondan qəbul etməzdi. İnsanlar onu inkar edər, ondan qaçardılar. İnsanlara uyğun olan bu idi ki, Peyğəmbər onlara desin ki, Allah səmadadır. Həmin Peyğəmbərin dönəmində yaşayan insanlar kimdir? Sahabələrdir. Məgər Fəxrəddin Razi demir ki, Quran-ı Kərimdə zahiri təşbih olan Təqdis kitabında bundan qabaqki dərslərdə bütün isnadları vermişik. Burada da verirəm isnadları. Məgər Fəxrəddin Razi demirmi ki, Quranda zahiri təşbih olan, təcsim olan, nazil olan, mütəşabih ayələrin nazil olmasında 5 dənə fayda var. O faydanın 5-incisi nədir? Haqq olan odur ki, Allah deyir, nə aləmin daxilində, nə xaricindədir. Amma bunu Rasulullah sallallahu aleyhi ve sellem dönəmindəki insanlara demək mümkün deyildi. Dilsəydi insanlar haqqı inkar edərlər, qaçardılar. Onlara uyğun gələn şey zahiri təşbih və təcsim olan ayələrin nazil edilməsidir ki, Xaliq səmadadır. Ki, həmin insanlar başlarında bir ilah təxəyyül eləyə bilsinlər. Bu bəsbəlli şəkildə Qur'anın nazil olduğu, insanların mücəssim olduğu deməkdir. Qur'an ki, o cəmiyyətdə nazil olmuşdu, həmin insanların mücəssim olduğunu deməkdir bəsbəlli şəkildə. Məgər Sa'duddin Ət-Təftəzəni demirmi ki, haqq olan odur ki, Allah nə aləmin daxilində, nə xaricindədir. Amma bunu Peyğəmbərin dönəmindəki insanlara başa salmaq mümkün deyildi. Bunu demək olmazdı. İnsanlar qasıb inkar eləyərdi. Ona görə də onlara uyğun olan o idi ki, Qur'anda zahiri təşbih və təcsim olan ayələr nazil olsun. Yəni o ayələr ki, ifadə edir ki, Allah subhanahu wa ta'ala ucalıqdadır. Bu insan isə burada deyir ki, sahabələr başa düşürdüklər ki, Peyğəmbər əlini səmaya uzadanda onu təzim əlaməti olaraq uzadır. Allah səmada olduğuna görə yox. Kimi Allah'dır? Sənin alimlərin, sənin kitabların, mötəbər alimlərin, mötəbər kitablarında Qur'anın nazil olduğu cəmiyyətdəki insanların mücəssimi olduğunu deyir. Sahabələrin mücəssimi olduğunu deyir. Qulaq asaq sonra nə deyir bu adam? وليست لبيان المكان والكينونة في السماء فهو ذكر هذا أمام الصحابة والصحابة يفهمون هذا ولذلك قرر الحافظ ابن حجر أن هذه الإشارة لا تجوز بإطلاق. Yenə deyirik, Hafiz ibn Hacer bunu harada deyir? Ki bu qəti şəkildə icazəli deyildir. Bunun bir yerini göstərsinlər. Desə də belə, dediyim şeylərə görə Hafiz ibn Hacerin sözünün bizim yanımızda bir qiyməti yoxdur. وقال وبعضهم قال يجوز إن فعلت هذه الإشارة عند من يفهمها. يعني إذا كنت قاعد أنت أمام جماعة علماء غير مشبهة لا يغلب عليهم التشبيه والتجسيم فعلت هذا يجوز أمامهم. لماذا؟ لأنهم يعرفون أن هذه الإشارة لماذا؟ للتعظيم. أنا عندما أقول لكم. İndi baxın, görün bir misal çəkəcək. Bu misal açıq aydın şəkildə qarşısındakı insanları axmaq yerinə qoymaqdan başqa bir şey deyildir. Baxın misala. تعظيم. أنا عندما أقول لكم لو سألني سائل كيف شأن فلان؟ كيف هو في العلم؟ أقول أوه ما شاء الله شأنه في العلم عظيم. قد يأتي هذا الإنسان انزل يدك لا حاجة قل شأنه في العلم. يعني هل هو فوق؟ وليس فوقا ولكن أريد أن أعظم. Yəni biri misala bax. Baxın. Deyir ki, biri səndən, əgər biri bizdən sorsa ki, filan kəsin elmi nə qədərdir? Biz deyirik ki, o maşallah, əlimizi belə tavana qaldırıb, uzağa qalır, o maşallah. Ərəbin orfunda belə bir şey yoxdur. Ərəbin orfunda belə bir şey yoxdur ki, ərəbin birindən, ərəb fushasını, ərəb dilinin fushasını bilən birisindən soruşulduq. Hətta küçədə ammicə danışan olsun. Ondan soruşulduq ki, filan kəsin elmi nə qədərdir? Əlini qaldırsın yuxarı, o maşallah. Ərəbin adətində belə bir şey yoxdur. Ərəbin kiminsə elminin çox olmasını ifadə etməkdən ötəri özünün üslubu var. Ərəb urfunda kiminsə elminin çoxluğunu bildirməkdən ötəri o maşallah əlini səmaya qaldırmaq, əlini yuxarı qaldırmaq deyə bir şey yoxdur. Bu açıq aydın qarşısındakı oturan insanları avam yerinə, axmaq yerinə qoymaqdan başqa bir şey deyil. Yəni bu qiyas, yəni avam insanları idarə etməkdən ötəri, fikirləşə bilməyən insanları, sələfin etiqadından xəbəri olmayan insanları idarə etməkdən ötəridir. Qulaq asaq sonra görün nə deyir. له شأن العلم ففعلت هذه الحركة من غير شعور أساسا ما شاء الله شأنه عالي فهل هذا يعني أنه موجود هناك في السقف؟ لا إنما أردت أن أعظم علمه. Qarşısında oturan bu insanları açıq aydın şəkildə bu
avam yerinə qoymaqdan başqa bir şey deyil. Yəni bu ifadə, əziz qardaşlar, nəyə göstərir? Bu insanlar açıq aydın şəkildə deyirlər ki, səmada, ucalıqda ibadət olunan bir Rəbb yoxdur. Ərşin üzərində ibadət olunan bir Xaliq, ibadət olunan bir Rəbb yoxdur. Bu da açıq aydın cəhmiliyə dəvət etməkdən başqa bir şey deyil. Biz bunlara cəhmi deyirik. İndi baxın qardaşlar, biz bunlara cəhmi deməklə onların haqqına girmirik yoxsa yox. Qətiyyən haqqına girmirik. Hələ az deyirik ki, çox demirik. Cəhmilərin Allah subhanahu wa ta'ala harda olması barəsində etiqadı nədir qardaşlar? Mərufdur ki, yəqin çoxlarınız bilirsiniz ki, cəhmilər deyirlər ki, Allah subhanahu wa ta'ala hər yerdədir. Bu adi bir cəhmi rəyidir. Hansı ki, cumhur cəhmi bunun üzərindədir. Deyirlər ki, Allah subhanahu wa ta'ala hər yerdədir. Lakin, cəhmilərin aşırıları var. Bu mövzuda aşırı gedən cəhmilər var. Yaxşı, onlar nə deyirlər bu məsələdə? Xalq-ı Əf'al İbad kitabından bir nəqil qoyuram. Bax, bu dəqiqə hal-hazırda o nəqili görürsünüz. Həmin nəqildə keçir ki, Əl-Həsən Əl-Əşyəb böyük tabinlərdən biridir, sələf imamlarından biridir. İmam Əhməddən eyni dövrdə yaşayıb, amma İmam Əhməddən biraz qabaq vəfat eləyib. Cəhmilər barəsində deyir ki, cəhmilər hədlərini aşanda deyirlər ki, səmada, ərşin üzərində heç nə yoxdur. Səmada, ərşin üzərində ibadət olunan ilah, ibadət olunan bir Rəbb yoxdur. Cəhmilər bunu nə zaman deyirlər? Hansı cəhmilər bunu deyirlər? Aşırıya gedən cəhmilər. Aşırı qulət cəhmilər ki, səmada ilah yoxdur. Ərşin üzərində ilah yoxdur. Bugün bunu Əşəri və Maturidlər edirlər ki, ərşin üzərində ibadət olunan Rəbb yoxdur. Ərşin üzərində ilah yoxdur. Demək ki, bunlar nəinki adi cəhmi bu məsələdə? Aşırı gedən cəhmilərdir. Aşırı gedən cəhmilərdir. Ona görə də çox uzatmamaq şərti ilə mövzunu bitirmək istəyirəm. Yəni, işin əslindən, astarından xəbəri olmayan, Əşəri və Maturidi, kəlam əhlinin həqiqi etiqadından xəbəri olmayan o gənclər ki var, hər günkü görürük meçidlərdə və s. yerlərdə, onlara xitab edirəm. Siz özünüzü əhli kəlama intisab eləməklə fəxr edirsiniz. Əslində bu yaxşı bir şeydir. Çünki nəyə görə siz bilmirsiniz bu etiqadın əsl tərəfi, əsl üzü nədir? Siz həqiqətən də bu etiqadın hara apardığını, həqiqi nələr ifadə edildiyini bilsəz, əsla və əsla bu etiqada, mən əminəm ki, bu etiqada özünüzü intisab etməlisiniz. Ona görə baxın, diqqətli olun. Bu insanlar sizi i'tizal etiqadına, cəhmi etiqadına aparırlar. Bunlar sələfin adından danışırlar. Sələfin etiqadı ilə bunların əsla və əsla əlaqəsi yoxdur. Bu da bariz nümunələrdən, bariz dəlillərdən biri. Hansı ki, göstərir ki, bunlar nəinki Allahın kitabına, nəinki Rasulullahın sünnətinə, ümmətin sələfinin fəhminə, hətta Allahın insanlarda yaratdığı gözəl fitrətə belə nədirlər, müxalifdirlər. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.